Keçən videolarımızda namazların nafilələrindən danışmışdıq və demişdik ki, bunların vaxtını bu videomuzda deyəcəyik. Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Yəni zöhr azanı veriləndən sonra nafiləni qılıb, ondan sonra zöhr namazını qıla bilərsiniz. Həmçinin də əsr namazının nafiləsi əsr namazından əvvəl qılınır. Birinci nafiləni qılıb, sonra əsr namazını qıla bilərsiniz. Cümə günü istisna olmaqla digər günlərdə azandan qabaq, yəni zöhrün azandan qabaq zöhr və əsrin nafilələrini qılmaq olmaz. Məğrib namazının, yəni şam namazının nafiləsi isə şam namazı qılındıqdan sonra qılınır. Yəni siz birinci şam namazını qılıb, ardıcan isə şam namazının nafiləsini qıla bilərsiniz. İşa namazının, yəni xiftən namazının nafiləsi də xiftən namazından sonra qılınır və xiftən namazının nafiləsini gecə yarısına qədər qıla bilərsiniz. Hərsən daha yaxşı olar ki, İşa namazının nafiləsini İşa namazını qılıb bitirəndən dərhal sonra qılasınız. Gecə namazının nafiləsi isə gecə yarısının daxil olmasından sübh azanına qədərdir. Yəni bu müddət ərzində siz gecə namazının nafiləsini qıla bilərsiniz. Gecə yarısı deyiləndə çox insanlar gecə saat 12-ni nəzərdə tuturlar. Halbuki bu cürdə deyil. Gecə yarısı da namazların vaxtı kimi dəyişir. Ən yaxşı versiyada müasir zamanda azan proqramından baxa bilərsiniz. Sübh namazının nafiləsinə gəldikdə isə sübh namazının nafilə vaxtı sübh namazından əvvəldir. Yəni siz birinci sübh nafiləsini qılacaqsınız, ondan sonra isə sübh namazını əda eləyəcəksiniz. Allah ibadətlərinizi qəbul eləsin. Bu nafilələri qılmaqda böyük bir savablar var. Allah sizlərə əta eləsin.